Həqiqətən də çox təhlükəli bir zərbənin qarşısını uğurla kəsdi və ilk dəfə kombinasiyalı oyunumuz alınıb. Zərbə vurmaq olar! Zirey Savaçır və Richard Gadze'dir golun müəllifi. Richard Gadze 22-ci dəqiqə Zirey Ferdanşo maçda 1-0 öndədir. Və bu Zirey üçün tarixi goldur çünki komandanın Avropa Liqası yarışlarda özünü attı. Yox idi Manga qaydan pozmamışdı Vüqar Mustafayev. Topu irəli ötürməyə imkan tapdı. Belfort topu qəbul edir. Belfort mərkəzdə oynayır. Rəşad Sadiqov. Gadze istiqaməti ötürmək. Gadze sacağa doğru meylədir. Gadze qarşısında rəqibin bir futbolçusu var. Və bir qədər gözlədi, pauza verdi. Cəl meydançası onu ötürməsi. Belfort! Hesab 2-0 Zirənin qeyrədir. Süper bir gol. Kervans Belfort'un golü və 2-0 Zirənin.